Azərbaycanda dəhşətli hadisə. Azyaşlı qız əmisinin təcavüzlərinə görə intihara cəhd edib. Xəbərin ünvanı Musavata istinadən xəbər verir ki, hadisə Azərbaycanın rayonlarından birində baş verib. Bu barədə vəkil Aqil Laid sosial şəbəkədə paylaşım edərək dəhşətli hadisənin detalları barədə məlumat verib. Məlumata görə azyaşlı qızın atası tez-tez səfərlərdə olduğu üçün övladını məktəbə və hazırlığa aparmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olan qardaşı ilə razılaşıb. Ata öz qardaşına bu xidmət üçün aylıq ödəniş də edib. Lakin bir müddət sonra azyaşlı qız gözlənilmədən dərman içərək intihara cəhd edib. Hadisə yerinə çağırılan təcili yardım həkimlərinin müdaxiləsi sayəsində onun həyatı xilas olunub. Hadisədən sarsılan valideynlər övladlarından bunun səbəbini soruşduqda, qız dəhşətli sirləri açaraq danışmağa başlayıb. Onun sözlərinə görə əmisi uzun müddətdir ona hədə-qorxu gələrək qeyri-təbii yollarla onu zorlayıb. Üstəlik bu barədə kiməsə danışacağı halda valideynlərini də öldürəcəyi ilə hədələyib. Bütün bu psixoloji və fiziki təzyiqlərə dözə bilməyən azyaşlı tək çıxış yolunu intiharda görüb. Valideynləri hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına müraciət edib. Prokurorluğa verilən məlumat əsasında əməliyyat keçirilib və pedofil əmisi həbs edilib. Hadisə cəmiyyətdə geniş rezonans doğurub və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Hüquq mühafizə orqanları məsələnin detallı araşdırılması üçün işə başlayıb.